quruluşca növləri başladıq. Zərfin quruluşca 3 növü var. Sadə zərflər, düzəltmə zərflər, bir də mürəkkəb zərflər. Sadə, düzəltmə, bir də mürəkkəb. Sadə zərflər bilirik ki, bir kökdən ibarət olur elə. Bir kökdən ibarət olan zərflərə nə deyilir? Sadə zərflər. Yəni orada şəkilçi olunur. Cəld, iti, irəli, yaxşı, pis, gözəl, yuxarı, aşağı, geri, yay, yaz, il, gün, sırağa gün, inişil, bildir və s. kimi sözlərə deyirik ki, biz dünən kimi sözlər deyirik, sadə zərflər bir kökdən ibarət olur. Düzəltmə zərflər artıq kökə leksik şəkilçilər artırmaq vasitəsilə yaranır. Elə deyilmi? Buna biz deyirik nə? Düzəltmə zərflər. Kökə leksik şəkilçilər vasitəsilə leksik şəkilçilər artırmaq vasitəsilə yarananlara deyirik düzəltmə zərflər. 13 dənə düzəltmə zərfin şəkilçisini yaxşı öyrənirsinizsə onu əzbərləyəcəm. Birinci şəkilçimiz, şəkilçilər yazaq. Birinci şəkilçimiz bir variant olan ən şəkilçisidir. Məsələn, şəxs sözünü artırılır, şəxs isimli olur, şəxsən. Nə cür, nə tərzdə? Qəsd sözünü artırılır, qəsdən. Necə, nə cür, nə tərzdə? Və s. İkincisi, lalə şəkilçisidir. Ən, lalə. Lalə şəkilçisi zərf düzəldən şəkilçisidir. Məsələn, həvəs, həvəs, həvəslə. Vicdan, vicdanla. Qüvvət, qüvvətlə. Ürək, ürəklə. Sürət, sürətlə. Təlaş, təlaşla. Necə, nə cür, nə tərzdə? Həvəslə, ürəklə, təlaşla, sürətlə və s. Bax, burada diqqətli olarsınız. İlə qoşmasının ixtisarı lalə şəklində olur. Qoşmanın ixtisarı ilə eynidir. Görürsünüzmü? Amonimlik təşkil edir. Zərf düzəldən lalə şəkilçisi də ilə qoşmasının ixtisarı lalə də bir-biri ilə amonimlik təşkil edir. Yəni eynidirlər. Fərq nədir? Əgər daha çox mücərrət isimlərə qoşularsa, məsələn, həvəsi görmək olmur elə, qüvvəti, vicdanı, sürəti görmək olmur da, sürətlə, həvəslə, vicdanla, necə nə və həmin o mücərrət varlıqları qoşulub necə sualına, necə, nə cür, nə tərzdə birini yazıram. Necə, nə cür, nə tərzdə suallarından birinə cavab verəndə nə olur? Zərf. Məsələn, qüvvətlə hərəkət etdi. Necə, nə cür, nə tərzdə? Sürətlə gəldi. Nə tərzdə? Ürəklə danışdı, həvəslə danışdı. Nə tərzdə? Orada olacaq zərf. Amma konkret varlıqlara qoşulsa, məsələn, qələmlə, məsələn, telefonla, təyyarə ilə, maşınla, anamla, atamla konkret sözlərə qoşulanda və kim ilə, nə ilə suallarına cavab verəndə olacaq qoşma. Orada zərf olmur. Baxın, diqqətli olarsınız. Əgər desəm ki, ürəklə danışdı, nə tərzdə? Zərfdir. Ekranı çək. Ürəklə danışdı, nə tərzdə? Zərfdir. Amma bir də deyirəm ki, qələmlə yazdı. Nə ilə? Görürsünüz, necə? Yox, nə ilə deyirik. Vasitə bildirir artıq. Atamla getdi. Kim ilə? Bacımla söhbət etdi. Kim ilə? Telefonla danışdı. Nə ilə? Aydındır? Və burada da bilirsiniz ki, ata da, ana da, bacı da, qələmdə, təyyarədə, maşında, telefonda, markerlə, məsələn, stolla, stulla, otaqla və s. Sözlərə qoşulanda konkret olduqları üçün orada qoşmadı. Aydın oldu bunlar? Lalə məsələsi aydın oldu. Lalə zərf düzəldən şəkilçimiz. Ən-la, üçüncü zərf düzəldən şəkilçimiz casına, sifətlərə qoşularaq zərf düzəldir. Casına.
mehribancasına, icidcəsinə, dostcasına isimlər də qoşula bilir. Sonra və s. Burada casına-casına şəkilçisi zərf düzəldən şəkilçisidir. İcidcəsinə. Dördüncü şəkilçimiz isə ca şəkilçisidir. Daha çox bu hansı sözlərdir? Dil bildirən sözlər var. Türkcə, rusca, ingiliscə, almanca, fransızca, ispanca və s. Buradakı cacə şəkilçisi zərf düzəldən leksik şəkilçisidir. Cacə şəkilçisi haqqında, bax, çoxaltma dərəcəsində cacə keçmişdiniz. Xırdaca, zorbaca, bir də burada var. Qoşmalarda da var cacə, ədədlərdə də var cacə. Yəni, biz bu cacəni bir sıra yerlərdə görəcəyik, amma hələ ki bizə ancaq çoxaltma dərəcəsindən fərqləndirə bilərik. Çoxaltma dərəcəsində bir şeyi daha da kiçildir. Xırdanı deyir xırdaca, yəni lap çox xırda demək mənasındadır. Amma burada əsasən dil yaradan sözlər və astaca, yavaşca kimi astaca, yavaşca bu sözlərdə zərfdir. Bu şəkilçilər haqqında nəyi bilməliyik? Ən, la, casına, ca, yarısı. Ən, la, casına, ca, vurğu, qəbul etmirlər. Nə qəbul etmir? Vurğu, qəbul etmirlər. Ən, la, casına, ca, vurğu, qəbul etməyən şəkilçilərdir. Bir dənə cada yadınızda astaca, yavaşca sözlərində vurğu var. Yerdə qalan ca ilə düzələnlərdə vurğu yoxdur. Aydındır. Ən, la, casına, cadan sonra 5-ci şəkilçimiz dadə. Bax, bu dadə yerli çalılı şəkilçisidir həm də elə. Əgər meşədə, kənddə, yer mənalı isimlərə qoşularsa, məktəbdə, həyətdə isimdir, sadə isimlərdir, yerli çalılı şəkilçisidir. Amma dadə qoşularsa ki, məsələn, yayda, yazda, payızda, qışda, həftədə, ildə, gündə bu sözlər zaman mənalı düzəltmə zərflər olur. Aydındır? Yayda, yazda, qışda, payızda düzəltmə zərflərdir. Yadınızdan çıxmaz. Burada dadə artıq yayda sözündəki zaman mənalı sözlərdə düzəltmə olur. 6-da dan şəkilçisi var. Bu da çıxışlı xalalara bənzəyir, amma burada fərqli hansı sözlərdədir? Çoxdan, bu sözləri də öyrənin zərf kimi. Çoxdan, birdən, bərkdən, hərdən, yenidən bu tipli sözləri düzəldir. Çoxdan, birdən, bərkdən, hərdən, yenidən. Dan şəkilçisi yerdir. 7-ci şəkilçimiz lıq, lik, luk, lük. Bu isimlə düzəldir. Təmizlik nə, gözəllik nə, uşaqlıq nə, yeddilik nə, çoxluq nə, birlik nə. Demişdim də saydaları da qoşulanda isim olurdu. Bir də həftəlik, aylıq, illik kimi sözlərdə həftəlik, aylıq, illik, gündəlik kimi sözlərdə nə olur? Zərf olur. Məsələn, həftəlik gəlir. Nə tərzdə həftəlik gəlir? Elə sonra 8-ci şəkilçimiz lıq və da şəkilçiləri birlikdə iştirak edir. Lıq, da kimi görsənir. Məsələn, birlikdə, təklikdə kimi sözlərdə bunu lıqda şəkilçisi birlikdə götürülür. 9-cu şəkilçimiz yazar. Açı, əki şəkilçimiz var. Yanaçı, çəpəki. 10-cu şəkilçimiz isə aşı, əşi şəkilçisi var. Yanaşı. 11-ci şəkilçimiz cə şəkilçisi var. Bircə. Həm zərfdir, həm sifətdir o söz. Feillərdən əvvəl gələndə bircə oturdular. Zərfdir, bircə, məsələn. Bircə. 12-ci şəkilçimiz cək, sevincək. Nə tərzdə? 13-cü şəkilçimizdə deyirəm. 13-cü şəkilçimiz isə anə və yanə şəkilçisi. Bu şəkilçiyi xatırlayanlar bilir, sözlərin uzanmasında keçmişdim. Demişdim, burada ağlar tələffüzdə uzanır. Dostiyanə, şairanə, füzuliyanə. Aydınlar, anə yanə şəkilçisi, zərf düzəldən şəkilçidir. Deməli, zərf düzəldən şəkilçisi 13 dənədir. Ən, la, casına, ca, vurğu qəbul etməyənlər. Da, dan, lıq, lıqda,
Açı, əki, aşı, əşi, cə, cək, anə, yanə şəkilçilərini də öyrənərək zərf, düzəltmə zərfləri öyrənmiş olduq. Aydındır düzəltmə zərfləri. İndi keçirik mürəkkəb zərflərə. Silirəm buranı. Mürəkkəb zərflər 3 yolla yaranır. 3 yolla yaranır. Məsələn, mürəkkəb isimlər, mürəkkəb sifətlər, mürəkkəb saylar. Onlar 2 yolla yaranır. Məsələn, isimlər 2 yolla yaranırdı ki, bitişik yazıla bilərdi, defislə yazıla bilərdi. Saylar da bitişik yazıla bilərdi, defislə yazıla bilərdi. Belə üzr istəyirəm. Sifətlər də bitişik yazıla bilərdi, defislə yazıla bilərdi. Saylar da ya defislə yazılardı, ya ayrı yazılardı. Amma zərflər 3 yolla yazılır. Həm bitişik, həm defislə, həm də ayrı yazıla bilər. Həm bitişik, həm defislə, həm də ayrı yazıla bilər mürəkkəb zərflər. Bitişik yazılanlar necə yazılır? Bir, müxtəlif mənalı sözlərin köməyi ilə. Müxtəlif mənalı sözlərin köməyi ilə yarana bilər. Müxtəlif mənalı sözlərin köməyi ilə yarananlar bitişik yazıla bilər. Məsələn, üzü yuxarı, üzü aşağı, at üstü. Bu tipli sözlərdə deyilik, müxtəlif mənalı sözlərin köməyi ilə yarananlar bitişik yazılırlar. Bir də ba bitişdiricinin köməyi ilə yazılanlar da, ba bitişdiricinin, babə bitişdiricisidir, köməyi ilə yarananlardır. Bunlar necə yazılırdı? Bitişik. Məsələn, dalba-dal, yanba-yan, üzbə-üz. Burada artıq bə bitişdiricisidir. Babə. Dalba-dal, ba var orada. Yanba-yan, ba var. Üzbə-üz, ba var orada. Başa düşür? Ba bitişdiricinin köməyi ilə yarananlardır. Bunlar bitişik yazılırlar. Burada qeyd eləmişəm, orada yazmışam. Yadınızda saxlayın. Növ-bə-növ. O da babə ilə yaranır. Növ-bə-növ. Növ-bə-növ. Rəng-bərəng. Rəng-bərəng. Bir də cürbəcür. Cürbəcür. Bunlar yalnız sifətdirlər. Bunu soruşacağım ha. Yalnız sifət olurlar. Sifət. Amma üzbə-üz, yanbayan, dalbadal sifət də ola bilərlər, zərf də ola bilər. Məsələn, dalbadal əyləşmişdilər. Burada zərfdirlər. Bir də var deyə bilərik ki, dalbadal olan dalbadal binalar məsələn. Bu da artıq isimdən əvvəl gələndə sifət olur. Bitişik yazılanlar bildiniz 2 olar. Müxtəlif mənalı sözlərin köməyi ilə, bir də ba bitişdiricisinin köməyi ilə yaranır. Aydındır? İndi defislə yazılanları öyrənirik. Defislə yazılanlar biraz çoxdur. Defislə yaranan zərflər. 1. Eyni sözün təkrarı. Eyni sözün təkrarı. Tez-tez, gec-gec, yaxşı-yaxşı. Bir də uşaqlar, eyni sayın təkrarı yalnız zərf olur. Eyni sayın təkrarı yalnız nə olur? Zərf olur. Az-az, çox-çox, 1-1, 2-2. Hamınız yaxşı eşidin. Harada az-az, 1-1, 2-2, 3-3, 5-5, 10-10 sözlərini görəndə oradakı 10-10, 5-5 sözləri saya bənzədib sizi çaşdırmasın. Onlar yalnız zərfdirlər. Elə, aha, üçüncüsü, yaxın mənalı və əks mənalı sözlərin köməyi ilə yarananlar. Məsələn, yaxın mənalı, lal dinməz. Əks mənalı, əvvəl, axır, irəli, geri və s. Üçüncü, dördüncü, bir tərəfinin mənası olmayan sözlər. Bir tərəfin mənası olmayan sözlər. Məsələn, dizin, için, xısın. Bu bir tərəfin və ya tərəflərindən birinin yazılır. Deməyən vaxtımız azdır. Tərəflərindən biri də ola bilər. Məsələn, azmazda bir tərəfin mənası yoxdur. Azın mənası var. Amma dizin, için, xısın da hər iki tərəfin mənası yoxdur. Aydındır? Beşincisi isə eyni sözün təkrarıdır, amma tərəflərində şəkilçi olan. Qısa yazıram. Tərəflərində şəkilçi olan gündən günə
gündən, günə, aydan, aya, ildən ilə. Görürsünüzmü? Gün, eyni sözün təkrarda, amma tərəflərində ya bir tərəfdə, ya da iki tərəfdə də ildən ilə şəkilçi var. Aydındır? Eyni sözün təkrarı, amma tərəflərində şəkilçi olan. Altıncısı isə nə idi? Yönlü çalda olan bir sayı. Yönlü çalda bir sayı olur nə? 1-ə. Gördünüz, yönlü çaldadır. Buna müxtəlif sayılar artıraq. 1-ə 5, 1-ə 10, 1-ə 100. Bunlar da zərf adlanır. Miqdar zərflərdir özdə. Deməli, def yazanları bildiniz. Eyni sözün təkrarı, eyni sayın təkrarı, yaxın mənalı olanlar, əks mənalı ola bilənlər, sonra bir tərəfinin mənası və ya hər iki tərəfinin mənası olmayanlar var. Tərəflərində birində və ya hər iki tərəfində şəkilçi olanlar, birə sayının köməyi ilə yarananlar, 1-ə 5, 1-ə 10, 1-ə 100, bunlar defislə yarananlar idilər. Bir də bizdə qaldı üçüncüsü, ayrı yazanlar. Onları da öyrənərsiniz. Ayrı yazılan mürəkkəb səhvləri hansılar idi? Bu gün, bu an, bu vaxt, bu zaman, bu il, bu saat və saat kimi bunlar da ayrı yazılan mürəkkəb zərflər idi. Aydındır?